Birazdan təndirə çörək yapılacaq. Rex, evin iti sahibini bir addım da olsun gözdən qoymur. İtin sahibini belə izləməsinin səbəbini birazdan özünüz anlayarsınız. Hələlik qayıdaq əsas məsələyə. 49 yaşlı Filurə Qambayeva 10 yaşından təndirə çörək yapır. Deyir, qohum-qonşular çoxdan mağaza çörək alır və ya çörəyi elektrik sobasında pişirlər. Amma onlar, Qambayevlər ailəsi dədə-baba qaydası ilə özləri pişirdiyi təndir çörəyinə üstünlük verirlər. Özüm mən 4-də oxuyandan bu işlərin hamısına məşğulam. 4-cü sinifdə anam gül getdi bir yana, gəldilər ki, təndir başlamışam. Təndir götürürəm. 5 nəfərlik ailəyə 2 gündən bir 13 çörək pişirilir. Bu işi cikindən bikinə dək mənimsəyən Filurə Qambayeva 39 illik təcrübəsini bölüşür. Belə təndir otladım, məməkço deyirik ona. Duzlu məməkço. Onu vururam, sonra çörəyi yapdım. Üzlük vururam, bu çəkilmiş sütü başından çəkirəm. O ne diyor çörək? Çörəyi qızardır. Qırmızı eləyir çörək. Yumuşalığına da təsir edir mi? Elə bir çörək üzünə gülür. Yumurta eləyəndə iyi gəlir, amma bu süd yaxşıdır. Südlə iyi gəlmir. Budur, çörək hazırdır. Yenicə təndirdən çıxan çörəyin iştahaçan ətri büsbütün Ağamallar kəndini bürüyüb. İmişlinin Ağamallar kəndini. Bərəkətli olsun. Sağ ol. Deyəsən Rexin hövsələsi çatmır. Çörəyin dadına da hər kəsdən əvvəl o baxır. Filurə Qambayeva deyir ki, bu Rex canı yanmış isti təndir çörəyini bəlkə də ət qədər sevir. Ailənin özünə gəlincə, adamın əlini yandıran təndir çörəyi ilə pendir düyməyinin özgə dadı var.